Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda şirniyyat ustalarının sir kimi saxladığı, qalıb boyatlamayan, üzərinin naxışları itməyən şəkərburanın hazırlama qaydası olacaq. Əvvəlcə acıtma hazırlayıram. 5 yemək qaşığı ilıq su götürmüşəm. Üzərinə çay qaşığının ucunda maya əlavə edirəm. 1 çay qaşığı un, 2 çay qaşığı da şəkər əlavə edirəm. Acıtmanı əvvəlcədən bu cür hazırladıqda, sonradan şəkərbura daha yumşaq olur. Qaşıqla qarışdırıram. Təqribən 4-5 dəqiqə gözləyirəm ki, maya aktivləşsin. Bir kilo ələnmiş unun üzərinə 1 çimdik duz, 1 paket vanil əlavə edirəm. 400 qram kərə yağı əlavə edirəm. Yağın rəngi nə qədər açıq olsa, şəkərburalar bir o qədər yaxşı alınır. Rəngi ağ çıxar. Əlimlə umaç hazırlayıram. Yaxşı olar ki, şəkərburanı bişirməzdən 15-20 dəqiqə öncə yağı soyucudan çıxardasınız. Əvvəlcədən bu cür umaç hazırladıqda, sonradan şəkərbura daha kövrək alınır. Hazırladığım umacın üzərinə acıtmanı əlavə edirəm. 300 qram 25%li xama götürmüşəm. Üzərinə bir bütöv yumurta, 2 yumurtanın da sarısını əlavə edirəm. Yumurta ilə xamanı qarışdırıram. Əvvəlcədən yumurtanı xama ilə qarışdırdıqda, sonradan yumurtanın sarısı xəmirə çıxmır. Xama yumurta qarışığını da unun üzərinə əlavə edirəm. Sonda əlimlə bərk xəmir yoğururam. Şəkərbura xəmiri nə qədər bərk olsa, sonradan naxışları itməz. Kənarlarını bükmək daha asan olar. Hazır xəmir bu cür olmalıdır. Xəmiri bir yerə yığdıqdan sonra üzərini streç ilə, çay dəsmalı ilə örtüb 15 dəqiqə saxlayıram. 15 dəqiqə sonra üzərindəki salafanı çay dəsmalını götürüb xəmiri bir dəfədə yoğururam. 2 dəfə yoğurduqda şəkərburalar daha yaxşı alınır. İkinci dəfədə yoğurduğum xəmirin üzərini salafanla çay dəsmalı ilə örtüb 15 dəqiqə saxlayıram. 15 dəqiqə keçdikdən sonra xəmirin üzərini açıb kündələrə ayırıram. Yaxşı olar ki, kündələri onun tutasınız. Hamısını birbaşa tutsanız, sonradan üzəri qaysaqlaya bilər. Əlimlə bir yerə yığıb yumru kündələri düzəldirəm. Hər bir kündənin çəkisi 52 qramdır. Düzəltdiyim kündələri oxlov yardımı ilə bu cür yayıram. Yayarkən nə çox nazik, nə də çox qalın yaymayın. Şəkərburanı fındıqlı içliklə hazırlayacağam. 500 qram çəkilmiş fındığın üzərinə 300 qram şəkər, bir paçka da üyüdülmüş hil əlavə etmişəm. Xəmirin daha yaxşı yapışması üçün kənarlarına barmağımın ucunda su vururam. Ovcumun içərisində bu cür yerləşdirib içlikdən əlavə edirəm. Qaşıqla üzərindən basdıqda içliyi daha yaxşı yığmaq olur. Kənarlarını bu cür birləşdirirəm. Yerdə qalanları da eyni qaydada hazırlayıram. Kənarından su çəkib içlikdən yığıram. Qeyd edim ki, şəkərbura içliyinin hazırlanması kanalımızda ayrıca video şəklində var. Oradan izləyə bilərsiniz.
İçliyi yığdıqdan sonra kənarlarını yaxşı birləşdirmək lazımdır ki, sonradan açılmasın. Sonda şəkərburanın kənarlarını bükürəm. Xəmirdən azacıq götürüb içəriyə doğru qatlayıram. Qatlayarkən barmağın ucunda yaxşı basmaq lazımdır ki, xəmir bir-birinə yapışsın, sonradan açılmasın. Yerdə qalanları da eyni qaydada hazırlayacağım. Üzərinin qaysaqlanmaması üçün şəkərburaları tərs çevirmişəm. Bir-bir götürüb üzərini bəzəyirəm. Listə düzdükdən sonra bir neçə yerdən üzərin iynə yardımı ilə deşləkləyirəm. Deşləklədikdən sonra şəkərburanın naxışının itməməsi üçün xəmiri kənarda 15-20 dəqiqə saxlayıram. Üzəri biraz qaysaqladıqda sobaya verirəm. 170-180 dərəcəlik sobada, bişənə yaxın isə konveksiya rejimində bişirirəm. Alt üzü qızardıqda, kənar hissəsi xəmir olmadıqda sobadan çıxardıram. Üzərini çalışın ki, qızartmayın. Bu cür olduqda artıq şəkərburalar hazırdır. Verdiyim reseptdən 35 ədəd şəkərbura çıxır. Görürsünüz, çox gözəl görünüşü var. Naxışları itməyib. Neçə gün qalırsa qalsın, boyatlamır. Həqiqətən də çox yumşaq, ləzzətli, dadlı bir şəkərbura alınıb. Hazırlamağa dəyər. Bəs siz necə hazırlayırsınız? Öz fikirlərinizi şərh bölməsində bölüşə bilərsiniz. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın.